Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində narahat edici və cəmiyyət üçün olduqca təhlükəli bir hadisə yaşanır. Sosial şəbəkələrdə və sakinlər arasında yayılan məlumata görə bir neçə gündür 104 nömrəli tam orta məktəbin ətrafında, hətta daxilində şübhəli və təhlükəli bir şəxs peyda olub. İddialara əsasən təxminən 45-50 yaşlarında olan bu şəxs özünü müharibə iştirakçısı, qazi kimi təqdim edir, bu yolla məktəbin içərisinə daxil olur. Lakin məqsədi heç də humanist və ya sosial deyil. Məktəblilərin, xüsusilə də məktəbli qızların arxasınca düşərək onlara əxlaqsız təkliflər etdiyi, nalayiq hərəkətlərə yol verdiyi bildirilir. Şahidlərin sözlərinə görə həmin şəxs artıq 4 gündür məktəb ərazisində görünüb və bir neçə dəfə binanın içərisinə daxil olmağı da bacarıb. Məhz bu hal valideynləri və məktəbdə təhsil alan şagirdləri təşvişə salıb. Hadisənin şahidi olan bir valideyn yaşananları belə danışır. Uşaqların çıxan vaxtı idi, fikrimiz çöndü. Kişi təlaşlı vəziyyətdə kutka qabağında çıxdı çölə. Bir anlı belə qaçan fason. Anlıq kurtkası sürüşdü, çılpaq vəziyyətdə idi. Kameralar işləyirsə məktəbdə, orada o kişinin düşməməyi mümkün deyil. Çünki məktəbin içindən çıxdı o adam. O qızın dalınca girib məktəbə. Sonra başqa qızları koridorda görüb, o qızı tapa bilməyib, uşaq gizlənib, başqa qızlara əxlaqsız təklif edib. Şagirdlər və digər valideynlərin də verdiyi məlumata görə həmin şəxs əvvəlcə məktəbə daxil olmaq üçün qapıçıya özünü qazi kimi təqdim edir. Direktordan kömək istədiyini deyir və beləliklə içəri buraxılır. Məktəbə girdikdən sonra isə bir neçə qız şagirdə yaxınlaşaraq onları izləyir. Onlara nalayiq sözlər deyir və əxlaqsız təkliflər irəli sürür. Xüsusilə qeyd olunur ki, 5-ci sinif şagirdi olan bir qız bu şəxsin hədəfinə çevrilib. Qız qorxaraq məktəbin içərisində gizlənib. Lakin həmin şəxs digər qızlarda eyni cür davranışlar sərgiləməyə davam edib. Hətta koridorlarda uşaqları izlədiyi və onlarla nalayiq formada danışdığı qeyd olunur. Valideynlər bu vəziyyətin artıq dözülməz həddə çatdığını bildirirlər. Bu hadisə hardasa 5-ci gündən olub. Qızım da məktəbə gəlir, adam nə qədər olur, narahatdır. Bu hadisə elə bir şeydir ki, uşaqlar məktəbə gəlir, elə valideynlər var ki, işləyir, uşaq tək gedir. Yəni bu manyakdır. Göz görə-görə buna göz yummamalıyıq biz. Ən dəhşətlisi isə odur ki, məktəb rəhbərliyindən bu məsələ ilə bağlı hələlik rəsmi bir açıqlama verilməyib. Məsələyə artıq Daxili İşlər Nazirliyi də qarışıb. Nazirlik bu məsələ ilə bağlı araşdırma aparıldığını təsdiqləyib və ictimaiyyətə yaxın zamanda ətraflı məlumat veriləcəyini bildirib. Bu kimi hadisələr məktəblərin təhlükəsizlik sisteminin nə dərəcədə zəif olduğunu bir daha ortaya qoyur. Qapılarda yoxlamanın zəif olması, şəxsiyyətin təsdiq olmadan məktəb binasına daxil olmağa imkan verilməsi valideynlər üçün ciddi suallar doğurur. Uşaqların təhlükəsizliyi hər şeydən önəmlidir. Gündəm TV olaraq bu məsələni daim izləyəcəyik və yeni məlumat olduqca sizə çatdıracağıq.